Deməli, adama 500 manat qoyuruq. 500 manat. 20 Qubada tanışlarım var. Gedirik, oradan almanı gətiririk. Aşağısı hesablamışam. 1000 də üstündə xeyir var. 1000 mayamız 500-500-də bölürük. Nətər fikirdir? Yaxşı fikirdir, amma sən başın işləmir. Niyə? Ya pulunu çolaq olursa, yerdən qazansan, niyə adama 500 götürürsən? Pulu düşüyor, adama 50 qoya, 5000 götürək, daha qadan qalır. Nətər? Sonra deyir ki, tarihi şey eləmir, ha? Nə deyir? Nə? Bir də pulu ver, başlayalım da, qardaş. Hə, yaxşı. 200'ü qoy cibinə. Qoy cibinə. Bu işə başlamamış qazançdır. Qardaş, işdə başladıq, 200 qazandıq. Bu 150 sənin, 50 mən. Qoyduq. Gedirik Gəncədən xurma kabilök vururuq bir maşın. Gətiririk Bakıda, portda, veririk Qazaxstana gedən gəmilərə. 5000'imizi alırıq, istəyirsən gəmi batar, istəyirsən yolda satar, istəyirsən balığa verərlər öz problemlərimizi. 5 cibindədir, qardaş, 5000. 5000, o da pirusda çarpı da var. 5000 çarpı 200. 200. Nətər ki, dağlı qabatdı? Yox, tarif, beynimə batmadı, beynimə batmadı. Pulumu qaytarma, pulumu qaytarma. Pulumu qaytardanda, qardaş, bunun 50 səndə, 50 mənim, mayan puludur. Nətər? Qazancını seç, bu mayadır. Bunda 50'dir verim. Üstündə xırda yoxdur, cəmiyyət bilir. Bunda mən xırdalif verərəm atam. Yəni, problem yoxdur. Mən sana inanırım, xırdalif verərəm sən. Problem yoxdur ki. Amma qarın qulusan ha, 200 cibinə qoyan kimi 5000'dən 50'ni götürdüm. Sən daha bir eləyəmişsən. Allah mən gətirim. Bu nə ki, işlər zədir, ric eləyirəm, eləyirəm. Nətər elə baxır? Ataların görünə qurban olun. Yaxşı deyiblər. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Biraz da yavaş tərpənsəydim 200 də getmişdi.